də bu cürdür. Bunu da üyüdüb, balla qarışdırıb qəbul eləmək olar. Həmçinin də su ilə qəbul eləmək olar. İkinci bir meyvə isə ərküdə meyvəsidir ki, elə bugünkü mövzumuz polikistoz, yəni yumurtalıqların polikistozu olduğu üçün qadın sonsuzluğunda, hormon çatışmazlığında, həmçinin polikistozda ərküdə meyvəsinin əvəzsiz bir müalicə və əhəmiyyəti var və həmişə adını çəkdiyim gözəl çörək otu, min bir dərdin dərmanı çörək otu. Çörək otu artıq Herbaflora şirkəti tərəfindən kapsullar şəklində buraxılır və bu kapsullarda, bax belə bir flakonlarda, təxminən bax belə bir flakonda satışa çıxarılır və bütün bu məhsulları, adlarını çəkdiyim məhsulları almaq istəsəz, o zaman fitoklublara müraciət eləməlisiniz ki, fitoklubların nömrəsini xatırladıram. 012-561-85-01, 012-565-85-01, 012-492-23-46, 012-492-29-53. Bax, bu nömrələrə zəng eləsəz, o zaman fitoklublarla əlaqə qura bilərsiniz, həmən bitkiləri, yığımları, çayları əldə edə bilərsiniz. Bundan başqa fitoklublara getsəz, həmçinin siz ailəvi olaraq orada istirahət edib, müalicəvi çaylardan da içə bilərsiniz. Bugün mövzumuz isə xatırlatdım ki, yumurtalıqların polikistozudur. Odur ki, mən sözü verirəm Esmira xanıma. Esmira xanım, buyuruz bir neçə dəqiqəlik bu vaxtda qısa informasiya verəsiniz. Belə ki, böyük bir mövzunu verilişimizə sığışdırmaq çox çətindir. Buyuruz. Çox sağ olun. Yumurtalıqların polikistozu klinik simptomlarına görə tez-tez təsadüf olunan xəstəlik olduğuna görə bu tədqiqatçıların ən bu dəqiqə mühüm problemlərindən biridir. Yumurtalıqların polikistozu dedikdə biz yumurtalıqların polikistoz xəstəliyi, Yenstein-Leventhal sindromu və yumurtalıqların ikinci polikistozu, bu isə böyrək üstü vəz mənşəli hiperandrogeniyalar zamanı müşahidə olunur. Ümumiyyətlə, klinik şəklinə gəldikdə bu xəstəliyin əsas... Sizə orada mən şəkil qoymuşam. Əgər mümkün olsa, elə onu da qaldırıb bəzi şeylər göstərə bilərsiniz, yəni kameraya. Yəni, normal halda qız uşaqlarında 12 yaş dövründə, 12-13 yaş dövrlərində aybaşının baş verməsi olur. Bu dövrlərdə bir çox hallara təsadüf olunur. Aminariya halları, bu aminariya halları çox vaxtı 6 aydan çox aybaşının kəsilməsi, bu da polikistoz xəstəliyinin göstəricilərindən biridir. Bundan əlavə piylənmə, insülinə rezistentlik artdığına görə belə uşaqlarda piylənmə müşahidə olunur. Bundan əlavə qız uşaqlarında müxtəlif tüklənmələr müşahidə olunur. Bunların hamısı polikistoz xəstəliyinin göstəriciləridir. Bu zaman ultrasəs müayinəsi olunarkən qız uşaqlarında baxdıqda deməli yumurtalıqların ölçülərinin biraz qaldırın kameraya. Yumurtalıqların ölçülərinin böyüməsi müşahidə olunur. Yumurtalıqların ölçülərinin böyüməsi və bu yumurtalıqlarda follikullar çox kiçik kistalar formasında elə bil ki, sapa keçirdilmiş mıncıq formasında düzülürlər. Bunların yumurtalığın kapsulası qalınlaşır və ağarır. Burada sklerozlaşmış yumurtalıqlar baş verir. Bu da deməli gələcəkdə anovulator sonsuzluqlara səbəb olur. Və belə xəstəliklərin əlbəttə ki, ilk dövrlərdə, yəni qız uşaqlarının 12-13 yaşında aybaşıda olan problemləri baş verərsə, bu vaxt həkimə müraciət edib və onları müayinədən keçirtmək lazımdır. Əlbəttə ki, burada birinci müayinə üsullarından ultrasəs müayinəsi məsləhət görülür. Ondan sonra hormonal müayinənin də böyük rolu vardır. Hormonal müayinənin bu zaman hormonlarda deməli lüteinləşdirici hormonla follikulostimulirici hormon arasında mütləq orada nisbi bərabərlik tamamilə pozulur və o hormonların lüteinləşdirici hormonun artıqlığı burada artıq polikistoz xəstəliyinin göstəricilərindən biridir. Yəni, özür istəyirəm, adətən belə deyək, bu cavan xanımlar, yəni hələ yetkin yaşına çatmamış xanımlarda müəyyən bir simptomlar baş verdikdə, şübhəsiz ki, analar bir qədər bu işdən utanırlar və yaxud da ki, uşaqları həkimə göstərməkdən çəkinirlər. Bilirsiniz, bizim mental xüsusiyyətlərimiz budur. Bu zaman birinci növbədə, bayaq dediniz, yəni ultrasəs müayinəsi. Digər müayinə növləri varmı, yoxsa yalnız birincilik olaraq ultrasəs müayinəsi olmalıdır? Birincilik olaraq ultrasəs müayinəsi, sonra hormon müayinəsi, yəni hormonların yoxlanılması. Ola bilər, hormonların yoxlanıldıqda orada da cavablar düzgün ola bilər.
Lakin orada deməli burada həkimlər nəyə baxmalıdırlar? Orada dexametazon deyilən preparat var, onunla probalar qoyulur və orada yəni o probalardan sonra ola bilər ki, hormonlarda nəsə balansın düzəlməsi baş verir və bu zaman deməli orada polikistozun olub-olmamasını dəqiqləşdirmək olar. Lakin olur ki, ikincili polikistoz xəstəliyi. O da məsələn qadındır, fertil dövrdə olan qadın, məsələn bir uşağı var, bir uşaq dünyaya gətiribdir, lakin ikinci uşaq dünyaya gətirməmişdən əvvəl belə bir problemlər ortaya çıxır. Yəni bunun ikincili polikistozu da var. O da müəyyən neyrohumoral mənşəli polikistozlardır. Orada sinir, mübadilə və endokrin pozğunluqlar nəticəsində baş verən, çox zaman böyrək üstü vəzdə baş verən problemlərdən ola bilər. Əlbəttə ki, analar buna çox diqqətlə fikir verməlidirlər, çünki bu gələcəkdə belə xəstəlik, polikistoz xəstəliyinin müalicə olunmazsa, bu gələcəkdə yəni müəyyən şiş xəstəliklərinə də gətirib çıxarda bilər. Bundan əlavə, məsələn, qız uşaqlarında aybaşı dövründə, aybaşın başlaması dövründə aybaşı pozğunluqları, bəzən endometrin hiperplaziyası və yuvenil qanaxmalar deyilir. Belə qanaxmaların baş verməsi də ola bilər. Bu da polikistoz xəstəliyinin göstəricilərindən biridir. Doktor, belə bir sualım da var sizə. Görürsünüz ki, məsələn, xanımdır, müayinəyə gedib, artıq təyin olub ki, bunda polikistozdur, cavan qızdır. Cərrahlar adətən nə göstəriş verirlər? Cərrahi əməliyyat. Gətirək, kəsək, götürək. Bəli. Hansı hallarda, yəni hansı dərəcələrdə və ya hansı hallarda cərrahi əməliyyata razılıq vermək lazımdır ki, tutaq ki, bu gələcək məsələn, bəzən yumurtalıqları götürürlər, ona görə soruşuram. Yumurtalıqların rezeksiyası. Bəli, yəni yumurtalığın rezeksiyası olunur, müəyyən yumurtalığın bir hissəsi götürülür, o polikistoz olan hissəsi götürülür, digər hissəsi isə saxlanılmaq şərti ilə. Belə bir şey olur. Ümumiyyətlə, ilk öncə müayinələrdən keçməlidir. Yəni, burada təkcə hormonal müayinə deyil, ultrasəs müayinəsi deyil, echoskopiyalar olunmalıdır, rentgenoskopiyalar olunmalıdır və ondan sonra dəqiq diaqnoz qoyulduqdan sonra, konservativ müalicə lazımdırsa, konservativ müalicə, artıq ağır formasında operativ müdaxilə olunmalıdır. Yəni, burada mama ginekoloqla cərrahın birgə, belə deyək, dəqiq müayinəsi olmalıdır, dəqiq nəticəyə yalnız hər ikisinin birlikdə gəlməsi. Yəni, tutaq ki, bunun belə bir şeyin şahidi olmuşuq, cərrah ilə çatan kimi əməliyyat eləyib, sonunda gələcəkdə isə bunun nə qədər fəsadlar ola biləcəyi də aydındır. Çünki gələcək qız, gələcək anadır və yaxud da gəlin dünyaya uşaq gətirməlidir və s. və s. Mən bir dənə sözü qeyd eləmək istəyərdim. Məsələn, biz uşaqlara baxarkən görürük ki, uşaqlar biraz kökdülər. Analar deyir, eyb yoxdur, uşaqdır, qoy kökdür, yaxşıdır, yəni bədəni möhkəmdir. Amma xeyr, əgər qız uşağında 12-13 yaşlarında kökəlmə, piylənmə baş verirsə, mütləq onu həkimə aparıb yoxlatmaq lazımdır. Ola bilər, orada polikistozun böyrək üstü vəz mənşəli olsun, insulinə rezistentlik yaransın və uşağın özündən asılı deyil. Yəni ki, o qidalanması ondan asılı deyil ki, yəni az yesin, çox yesin, yox. O insulinə rezistentlik artdığına görə uşaqlarda istər-istəməz hər dəfə aclıq hissi olur. Aclıq hissi olur və uşaq özündən asılı olmur, hər dəfə acam, ana, acam, yemək ver. Yəni, belə bir hissiyatlar da baş verir. Belə olanda, əlbəttə ki, orada polikistoza artıq göstərişdir, artıq meyillilik var. Sonra tüklənmə olur, əsasən bığ nahiyəsində, çənə nahiyəsində, göbək nahiyəsindən düz xətt boyunca tüklənmə, ayaqlarda tüklənmə, qız uşaqlarında. Burada hormonal dəyişiklik baş verir. Bəli. Orada hormonlarda dəyişiklik baş verir. Orada androgenlərin miqdarının artması və estrogenlərin miqdarının aşağı düşməsi nəticəsində belə problemlərə gətirib çıxardır. Yəni, bunu vaxtında. Çox sağ olun, doktor. Şübhəsiz ki, hər bir şeyin vaxtı var və hər bir şeyi də vaxtında etməyəndə sonradan böyük fəsadlara gətirib çıxarır. Əziz tamaşaçılar, bizim telefonumuz ise 492 80 54 ve 69 74 SMS ünvanımız suallarınız için açıqdır. Buyurun, eğer suallarınızı telefonla edə bilmirsinizsə, o zaman SMS-lər vasitəsilə ünvanlayın, biz də cevablayaq. Alo? Alo. Bəli. Salam əleykum. Əleykum salam xanım. Mənim sualım 2 dənə də doktor. Biri sizin var, bir xanım doktorumuza. Məndə aybaşı pozğunluğu başlayıb. Bununla da əlaqədar məndə neurodermit deyilən bir xəstəlik var. Allergiya verir mənə. Çox pis şişkinlik, belə şişir, qəribə risunkalar belə əmələ gəlir bədənimdə. İki şişlər əmələ gəlir. Mənə deyirlər ki, belə çox həkimləri də gəzmişəm, heç bir xeyir görməmişəm. Mənə deyirlər ki, aybaşı pozğunluğu ilə əlaqədar ola bilər. Buna istəyirdim bir cavab almaq. Bir də məndə doktor, mən çox bu 3 ildir, 4 ildir gəzirəm mədə bağırsaq üzrə də.
Məndə deyirlər elə bir problem yoxdur, amma pristuplar tutur, mədə, nahiyəsi, boğazıma vurur, bir də kürəyimin ortası, ağız acılığı da ki, mümkün dərəcədə dözülməz bir şeydir də məndə. Demək olar ki, mən buna alışmışam. Hər gün bu ağız acısı, yedim, yemədim, acı, tox fərq eləmir. Mən bilmək istəyirdim bu nə ilə əlaqədədir. Xanım, sizin neçə yaşınız var? 36. Siz ailəsiz və uşaqlarınız var? 2 uşağım var. 2 uşağınız var. Sualınız var, doktor Esmir xanım? Bir də doktor bağışlayın. Məndə deyirlər ki, mədədə qastritdir, kəskin qastrit, bir də mədə yırtığı, belə bir şey qoyublar. Belə, yəni böyük problem yoxdur deyiblər məndə. Bir də sizə necə mən görüşü, yəni sizin qəbulunuz, kiminsə belə, necə olur? Bizim həkimlərin, redaktorumuz sizə telefonunu verər, həkimlərimizlə əgər görüşmək istəsəz, o zaman şübhəsiz ki, çox sağ olun, təşəkkür edirəm. Sualınız var doktor xəstəyə? Yox, o xəstəyə demək istəyirdim ki, aybaşı pozğunluğu olanda bədəndə maddələr mübadiləsi pozulur. Maddələr mübadiləsi pozulanda orada bir çox dəyişikliklər baş verir. Deməli, içdiyimiz suyun miqdarının çox vaxt bədəndə yığılması, toplanması, bu da şişkinliyə, bədəndə şişkinliyi, ödəmin əmələ gəlməsinə, psixiki olaraq yəni onun sinir sisteminin qıcıqlanmasına, oyanıq olmasına səbəb ola bilər. Orada ümumiyyətlə həmin qadında həm də mədə problemləri olduğuna görə həm terapevt, həm ginekoloq tərəfindən müayinə olunub, müalicə olunmalıdır. Ola bilər orada bağırsaq problemləri də olsun, o neyrodermiti, o qızarmanı, o köpmə deyir, onlar da onunla bağlı olsun. Yəni burada sırf ginekoloq, bir də terapevt müraciət eləməlidir və müayinə olunmalıdır. Təşəkkür edirəm. Mən onu deyə bilərəm ki, o ki, qaraciyərindən, deyək, ağzım acıdadır, mütləq uziyə saldırsın, ödünü qaraciyərində yoxlatsın, bu bir. Qaldı ki, bu polikistozların özündə, məsəl üçün, polikistozda heç bilmir, baxırsan ki, bunun seboreyası var. Üzündə səpkilər var, yaxud da neyrodermiti var. Yoxladırsan, uziyə göndərirsən, polikistozdan şübhələnirsən, görünür ki, bu polikistoz bunda hazır var da, mütləq o müalicə olunmalıdır. Həkim müalicəsi ilə, bitki müalicəsi ilə qarışıq müalicəsi olunmalıdır. Qaldı ki, yəni ki, polikistoz, indiki söz ki, məndədir. Polikistoz haqqında bir neçə dənə resept demək istəyirəm. Deməli, ərgüdənin toxumu 300 qram götürülür. Bağa yarpağı 200 qram götürülür bitkisi. Sonra götürülür, deməli, mərcöyüt quluncar deyirlər, sparja bitkisi. Onun kökündən, bəli, onun kökündən 200 qram. Bir də 300 qram götürülür, deməli, adamovi koren, ona, deməli, Azərbaycan dedən gilezəhər deyirlər, tamus, yəni sarmaşıq bitkisidir. Onun kökü belə maraqlıdır, qoy indi biraz haşiyə çıxım, onun kökünü, məsələn, bıçaq kimi kəsirsən, ağrıyan yerlərə çəkəndə radikulit ağrılarını tez qoyur, kömək eləyir. Amma onun, məsəl üçün, həmin o bitki kökü qarışıqlarla 300 qram, deməli, doğrayıb tökəndə, həmin o zibora, sonra o ziborudan 3 xörək qaşığı axşamdan termosda dəmləmək lazımdır. Gündə 3 dəfə 150 qram içmək lazımdır. Bu, həm hormonal balansı düzəldəcək, yəni ki, olsun estrogenlər, olsun androgenlər, bu belə, həm də ki, ajreniyaya qarşı da, yəni ki, biraz glukozanı da bir azaldacaq, yəni ki, belə bir ümumi reseptdir, amma çoxlu başqa reseptlər də var. Məsəl üçün, tutaq ki, həkimimiz dedi, həkim xanımız dedi ki, qanaxma ilə də ola bilər polikistozlar və onda belə bir maraqlı bitki var, ikotnikdir. Buna Azərbaycan dilində quduzodur, yaxud da heç qırıq otu deyirlər. Bitkidir, amma ki, lüğətdə bu quduzoduk bitkisi gibi. Ən çox dəniz qıraqlarında, qumsallıqlarda bitir. İkillik bitkidir, çox maraqlı bitkidir. Bunda maqnit çox olduğuna görə, əsəb sisteminə də yaxşı təsir edildiğine görə, həm də ki, güclü qanaxmalar olanda, həmin o qan kəsici zborlara əlavə eləmək olar, necə ki, krapivadır, pastusu sumkadır, bunlarla bərabər, bununla da eyni miqdarda dəmir içmək olar. Adını bir də təkrar deyəsiz, demək, hüçqıraq otu, ikotnik, seri olur, zilyonlu olur, hər cür növləri o, ikillik bitkidir. Yəni, bu bitkinin heç bir böyrəyə, yəni ki, təsir edəcək təsiri yoxdur da, deyirlər ki, paboçni cesva, belə cesvası yoxdur. Ziyanı yoxdur, əks təsiri yoxdur. Hələ bu bitkinin şirəsindən, məsəl üçün, 3 stəkan, məsəl üçün, götürsələr, 3 stəkan, sonra buna 1 stəkanda meyvə arağı əlavə eləsələr, 2 həftə qaranlıqda saxlasılar, gündə 3 dəfə xörək qaşığı ilə içsələr, bu da həm polikistoza xeyirdir, həm də ki, əgər qanaxma varsa da, onun da kəsilməyinə kömək edir. Başqa xəstəliklərdə, hıçqırığa maqni olduğuna görə
Məsələn, zborlara qatmaq olar. Təşəkkür edirəm. Ürfan xanım, bu yerdə biz Davamlı deyərik. hələ bir mövzumuz hələ davam edir. Odur ki, Elnur doktor, buyuruz Herbaflora şirkəti olaraq belə hallarda hansı məsləhətləri verə bilərsiniz? Şimdi xanım haqqında bir... Xanım haqqında onu qeyd eləmək olar ki, yəni həkimlərimiz qeyd elədi hansı müayinələrdən keçmək. Bir də yaxşı olar ki, həm ginekoloji pozğunluğu olmağının digər səbəbi də ola bilər ki, yaxşı olar qalxamənzər vəzini müayinə elətdirsin. Qalxamənzər vəzinin həm funksional dəyişkənliyi ola bilər, həmçinin də periferik göstəricilərin laborator analizlərindən müayinə etdirə bilər. Və bununla yanaşı həzm sistemi problemləri adətən həkimimiz daha da yaxşı bilir, daha da gözəl qeyd elədi. Bu menstrual siklin pozğunluqları zamanı o, yəni asılı gedişlərindən, yəni oligomenariya yoxsa polimenariya, yəni az və yaxud da ki, həddin artıq çox olmasından asılıdır. Bir də yəni ağrılı olmaları şəraitində daha çox xanımlar ağrı kəsicilərə üstünlüklər verirlər, spazmolitiklərə üstünlük verirlər. Həmin dərmanlar həm mədəyə mənfi təsir göstərə bilir, həmçinin də böyrəklərə. Ona görə xanım qeyd elədi ki, bununla yanaşı mədənin seclik şasının iltihabı, yəni qastrit və qida borusunun diafraqma dərinə keçən yerdə yırtığı vardı. Bu zaman həddən artıq qidalanmamalıdır. Həmin o yırtıq zamanı yataq rejiminə düzgün əməl etməlidir. Çünki onlarda mədənin girəcək hissəsi, yəni kardial hissə açıq qalır. Nə vaxt doyma siqnalının gedəcəyi çatdırılmır və nə qədər də olsa qidalanırlar. Məsləhət görürlər ki, mədənin seclik şasının turşuluğunu aşağı salmaq üçün və qastrit əlamətlərini azaltmaq üçün Herbaflora şirkətində tiastamin çayı istehsal olunur. Tiastamin çayından gündə 3-4 dəfə daxilə qəbul edə bilər. Tiastamin çayını tək şəkildə istifadə edə bilər və qidalanma rejiminə əməl edərək, çünki özümüz bilirik ki, mədə-bağırsaq sistemi xəstəlikləri zamanı nəinki müalicədən çox xəstənin əməl etdiyi qida rejimindən daha çox asılıdır. Bəli, pəhriz daha çox rol oynayır. Yaxşı olar ki, tiastamin çayından 30 gün müddətində daxilə qəbul edə bilsin. Və o ki, qaldı, yəni ginekoloji xəstəliyi ilə əlaqədar olaraq mütləq ginekoloqa müraciət etməlidir. Təşəkkür edirəm, çox sağ olun. Xatırladıram ki, hər bir halda mən xüsusən də gənc qızları həkimə aparmaqdan analar çəkinməsin. Belə ki, sonda bax elə bu yumurtalıqların polikistozu barədə nəticə alınmasın deyə mən vaxtında aparmaq lazımdır. Xüsusən də həkim qeyd elədi. Tükləşmə hiss eləyəndə, daim acılıq hissi uşaqda hiss eləyəndə, bundan başqa məsələn görürsünüz ki, kökəlməyə meyilli olanda həkim bunların üçünü də çox gözəl qeyd elədi. Hər üçündə o dəqiqə cavan qızları həkimə göstərin və bundan heç də çəkinmək lazım deyil, qorxmaq lazım deyil. Çünki gələcəkdə olacaq qorxu birincidən, öncələnən qorxudan daha çətindir. Odur ki, yəni həkimlə təmasda olmaqdan çəkinmək lazım deyil. Telefonumuzu xatırladıram 492 80 54 və 69 74. SMS ünvanımız açıqdır suallarınız üçün. Alo. Alo. Bəli. Salam əleyküm. Əleykümə salam. Doktor, bütün həkimləri də salamlayıram. Təşəkkür ederim. Hər vaxtınız xeyir olsun. Mənim gəlinimin qız vaxtından menstruasiyası olmuyor. Bəli. Sonra müalicəyə zada salmışam, çox çətinliklə ki, evladı var, 3 evladı var. Amma o polikistozdur, nədir, bu yazıq həm kökəlməyə meyillidir. Həm bütün bədəni ağrıyır, indi də səskilər əmələ gəlir, səsində, qollarında. Həmişə də həkimlərdədir, həkimlərə aparıram, nə bilim, analizlər verirəm. Analizlər verirsiniz, dəqiq diaqnoz yoxdur həkim xanım? Dəqiq diaqnozunu olarmı, xahiş edirəm özü desin? Tanı deyib, bir Həc xanımdır, gəlin 31 yaşı var, Həc xanımdır. Qoy desin özü. Alo, salam. Salam. Doktor, sizdən bir şey soruşum. Belə elə bir iki yumurtalama, ikisində də polikistozlardır. Sol tərəfdə böyümə gedir. Həkimlər nəticə çıxardıblar ki, sol tərəfdə böyümə gedir. Ona qarşı müalicə olunmuşam 2 ay. Düzdür, yaxşı şey verdi mənə, kömək elədi. Ağrılarım kəsdi də, elə bil ki, yenə də ay başım olmuram, görmürəm yenə də. Dərman qəbul eləməklə mən elə bil ki, ay başı görürəm. Görməyəndə də ki, başımın ağrısı kəsmir. Əsəblərim pozulur, evdə uşaqlarla belə də. Oldu xanım, aydın oldu. Sualınız var Esmira xanım? Mən bu xanıma demək istəyərdim ki, orada müalicə 2 ay olmamalıdır. Bəli. Orada müalicə hormonal preparatlarla uzun müddətli olmalıdır. 3 ay, 6 ay, 9 ay, yəni 1 il müddətində o müalicələr alınmalıdır. Və o hər dəfə o müalicələri hormonal preparatlardan istifadə eləməlidir. Hormonal preparatlar bildiyimiz kimi vaxtında, eyni saatda, eyni vaxtda qəbul olunmalıdır və orada göstərilən işarələrlə. Və 3 ay müddətində həkim nəzarət eləməlidir. Əgər bu aybaşı
yaşısını nə qədər düzəltdiyini, nə qədər normallaşdığını gördükdə yenə onu 6 ay, 9 ay müddətinə uzatma ehtimalı var. Və ondan sonra artıq orada əgər aybaşı hər ay normallaşıbsa, vaxtında eyni vaxtda müəyyən miqdarda olursa, yəni həkim onu özü qərar verməlidir 9 aydan, 1 ildən sonra onu kəsilməsinə, yəni hər şeyin normallaşmasına. O da mütləq ki, müayinələr keçməlidir. Amma o 2 aylıq müalicə o heç bir effekt verməyəcək. Əlbəttə ki, orada yenədən 2 ay müalicədən sonra 1 ay, 2 ay normal ola bilər, yenə də həmən hal təkrarlana bilər. Belə yenə də hələ xanım da dedi, gördünüz ki, yeni şey, yəni... Bəli, mən qeyd elədim ki, orada gördünüz psixiki maddələr mübadiləsinin pozğunluğu və endokrin pozğunluqlar hamısı bir yerdə özünü göstərir. Biruzə verir. Mən də biraz əlavə eləmək istəyirəm. Mən xalq təbabətçisi kimi demək istəyirəm ki, bütün hallarda bir xərçəng tipli olmasın, yəni xoş xassəli tiplidirsə, bütün hallarda polikistozun xalq təbabətində gözəl müalicəsi var. Hətta bu müalicə həkim hormonal müalicəyə nisbətən daha doğrusu sürətlə gedir. Bu bir. İkincisi də ki, mən uzun müddət görmüşəm ki, hormonal müalicə olunurlar. Gəlir, sikl düzəlir. Amma bir neçə aydan sonra tamamilə sikl dayanır və yenə də həminki vəziyyət alınır. Yəni ki, bu həkimlərlə əgər xalq təbabətçiləri birləşsələr, inanın ki, çox böyük iş görmək olarlar. Məsəl üçün, bir də ki, məsəl üçün, bundan ötürü çox belə qəliz reseptlər də şərt deyil. Elə əgər ki, həkimlər qəliz reseptlər, məsəl üçün, mən gördüm 90, 70, 80 eləyirəm. Artıq məsələn xəstə gələndə 20-30 qarışıq verim, deyirəm get həkimlə bərabər müalicə olun. Çox yaxşı da effekt alınır. Məsəl üçün görmüşəm. Yenə də məsəl üçün ağrılardan şikayət eləyirsə də ziyansız gündə 1 saat kamferini deməli kamfora yağını, yəni kamfora yağı Azərbaycan dilində nə deyirlər? Elə kamfora yağı deyin hamı aydındır. Kamfora yağı ilə... Sitr kafir deyirlər. Yox, kafir yağını... Kafirun kafir nəsə belə bir adı var. Onu gündə 1 saat kompres şəklində qoya bilər. Belə çox yaxşı, həm də kistaların o sorulmasında kömək eləyir. Bir də mən bir dəfə verilişimizdə demişdim kistalar üçün deməli yaşıl çay içmək, yaşıl çayı südlə içmək. İnanırsınız, Ağcabədən mənim bir xəstəm gəlmişdi. Mənim hər iki böyrəyimin üstündə kistalar var idi, onlar soruldu. İndi içindəkilərə kömək elə, ona da resept yazdım, çıxdı getdi, yəni ki, yəqin müalicəsini davam eləyəcək. İndi bunu necə eləyirlər? Belə ən yaxşı qaydası odur ki, məsəl üçün götürürlər yaşıl çayı, 1 çay qaşığı yaşıl çayı, 1 stəkan qaynar süddə termosa dəmləyirlər, dəm alır. Dəm alandan sonra 3 saat dəm alandan sonra onu soyuyanda ora 1 damcı yod əlavə eləyirlər. Bu birinci gün içirlər. Bunu deməli 5 damcıya qədər hər gün davam eləyirlər. 5 damcıya çatandan sonra bunu 2 həftə eləyirlər. 2 həftədən sonra 1 həftə fasilə, yenə 2 həftə bu qayda ilə davam eləyirlər. O da çox yaxşı kömək eləyir. Gündə 1 dəfədə 1 damcı yod, gündə 1 dəfə. 1 dəfə, səhəri gün 2 damcı, 3 damcı, 5 damcıya çatdıranda 2 həftə 5 damcı şərti ilə bunu qəbul edirlər. Sonra 2 həftədən sonra 1 həftə fasilə eləyirlər. Sonra da yenə eyni qayda ilə davam edirlər. Sonra polikistozlara ən yaxşı bizim bildiyimiz Hasan tapılan Zalatoy US40 qızılbığ deyirlər. Onun deməli 25 dənəsini yarım litrə kalliziya meyvə arağında qoysunlar, 2 həftə qaranlıqda qalsın. Ondan sonra onu gündə deməli 1 damcıdan 30 damcıya şərtləmək şərti ilə 36 damcı gündə artırmaqla gündə 3 dəfə davam eləmək olar. Orada müəyyən miqdarda suya, yaxud da çaya, yaxud da ki içdiyi bitki çayına da daxil edə bilər, yaxud da ki meyvə şirəsinə daxil edə bilər. Amma onu qeyd edim ki, kalliziya bitkisini əgər istifadə eləsələr, mütləq çalışmaq lazımdır ki, onun zoğu bənövşəyi rəngi, yəni fioletov rəngi də olmalıdır ki, o yəni yetkin növ olmalıdır. Müalicə əhəmiyyəti olsun. Əks halda demək işıq çatmır, kifayət qədər orada işıq çatmır həmən bitkiyə, ona görə də o bitki müalicəvi əhəmiyyəti olmayacaq. Bir də dəmrovatdan danışmaq istəyirəm. Biraz dəmrovatına bir balaca qısa arayış vermək istəyirəm. Məsələn, dəmrovatını hazırlayırlar spirtdə, deməli 1-in 1-ə nisbətində şirəsini. Onu məsəl üçün ancaq damcı ilə içmək lazımdır. Həmişə mənə sual verirlər ki, nətər olsa ziyan olmaz. Bir də dəmrovatını qıcqırdırlar, onu da məsəl üçün damcı ilə içmək lazımdır. Çünki ikisi də kislata xarakteri daşıyır. Amma mən bir neçə dəfə verilişdə demişəm ki, dəmrovatının 3 stəkana, 1 stəkan meyvə arağı qatıb 2 həftə saxlayırsan, onun heç bir ziyanı yoxdur. Heç bir ziyanı yoxdur. Bir dənə qaraciyərində xərçəngi olanlara olmaz. Qalan bütün xəstələr olar. Gündə 3 dəfə çay qaşığı ilə rahatlıqla içə bilərlər. Heç bir ziyanı da olmayacaq. Buna da bu
aydınlıq bir də at pıtrağı haqqında burada pıtraq var düzdür, amma bir də at pıtrağın da şirəsini eyni qayda ilə 3 deməli stəkan suyuna bir stəkanda meyvə arağı qatırsan şirəsinə, onu da 2 həftə qaranlıqda saxlayırsan, onu hətta xörək qaşığı ilə də qəbul etmək gündə 3 dəfə. İndi bu dəqiqə at pıtrağın solan vaxtıdır. Heç olmasa onun yarpaqlarını keçirsinlər balonun ortasından, üstünə də söktürsünlər araq. O da qalsın 2 həftə, onu sıxsınlar, yenə də onda şirəsi çıxacaq, onunla da belə istifadə edə bilərlər. İndi məsəl üçün bu, mən nəyə görə şey eləmişdim, bəzən bu polikistozlarda ştavidni jeleza da deyək, qalxan bəzən də funksiyası qarışanda, yəni ki, onu da deməli düzəltməkdən ötəri, bu bitkinin deməli yarpaqlarından, gövdəsindən, kökünə doğru adi pıtraqdır, qoyuna yapışan budur. Yəni xırda. Bu bitkinin deməli şirəsini çəkirlər, onu da yenə də tökürlər meyvə arağı, məsələn 3 stəkan, 1 stəkana, onu da xörək qaşığı ilə rahatlıqla gündə istifadə etmək, yaxud da qurudulmuşunu dəmləmək, müxtəlif dəmləmələrə, bitki dəmləmələrə qarşı zəngin olan bir bitkidir. Təpə dırana qədər yodla zəngin bitkidir. Bir də bunun meyvələri, bu toxumları çox maraqlıdır. Bəzən qırtlaqda polip olanda, yaxud da xərçənglərdə məsələn operasiya olunub, onlar kömək üçün, bunun siqaretini çəkəndə çox yaxşı köməklik eləyir. Spazmalar kömək eləyir. Bir də mədə bağırsaqdan söhbət getdi. Bu dəqiqə kalinanın, bir də başın ağacı. Ablipixanın, bəli, başın ağacının. Bir də çay tikanı. Çay tikanının yaxşı vaxtıdır, bazarlarımızda bollu miqdarda var. Ondan götürsünlər, məsəl üçün bal, bir təbəqə kalina, bir təbəqə bal, bir təbəqə ablipixa, belə balonun altına qədər doldursunlar. Və çay tikanının meyvəsi. Və həmin vaxtı da qoysunlar, məsəl üçün bir həftə qalsın. Bir həftə sonra qoysunlar soyuducuya, gündə 3 dəfə xörək qaşığı ilə qəbul edə bilərlər. Amma hər dəfə, məsələn, təzə qurudulmuş quru qaşıqla eləsinlər ki, o qıcqırmasın. Yəni, hər dəfə ora təzə quru qaşıq salsa, eyni ağızdan götürüb təzə salmasınlar. Oldu, Ürvan abi, çox sağ olun. Niyə görə mən bunu... Bu çox gözəl bir müalicə vasitəsidir. Həmçinin də bu başqa xəstəliklər üçün də mədə-bağırsaq sistemini, mədə-bağırsaq qalxana bənzər vəzinin funksiyasının pozulmasında və s. də bu gözəl başın ağacı... Xərçək borularının, şiş borularının əksəriyyətində bu var. Bu bitki qarışıqlığı. Təşəkkür edirəm. Həmişə Elnur doktora gəlib çatanda reklamlara ayrılırıq. Reklamlara ayrılırıq. Qısa fasilədən sonra bir yerdə olacaq. Çarə efirdədir. Bu say Baksel'dən gəlir. Sayın nəticəsini reklamlardan sonra biləcəksiniz.